Həqiqi xoşbəxtlik nədir? İnsanlar xoşbəxtliyi mal-dövlətdə, məşhurluqda və bəzən rahat həyatda və bəzən çoxlu nemətlərdə axtarırlar. Halbuki həqiqi xoşbəxtlik qəlbin uca Allaha bağlı olmasıdır. Qəlbin rahatlığı uca Allahı zikr etmək nədir? Allah Teala buyurur ki: "Ələ bi zikrillah tatma'innul qulub." Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Bu ayə göstərir ki, insanın həqiqi rahatlığı maddi nemətləri deyil, uca Allahla olan əlaqəsindədir. Və həmçinin iman gətirmək, salih əməllər etmək də xoş həyatın səbəblərindəndir. Allah Teala buyurur ki: "Mən əmilə salihən min zəkərin əv unsə və huve mu'min fələnuhyiyennehu hayatan tayyibə." Allah Teala deyir ki, mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək. Və ayədə keçən hayatan tayyibə, yəni gözəl həyat dünya həyatında qəlb rahatlığı, qaniçilik və uca Allaha itaətlə keçən həyatı əhatə edir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, İslamı qəbul edən, lazımınca ruzu verilən və uca Allahın bəxş etdiyinə qane olan şəxs uğur qazanmışdır. Deməli, həqiqi xoşbəxtlik nədir? Çox şeyə sahib olmaqla deyil. Yəni, sahib olduğuna qane olub və uca Allahdan razı olmaqdır. Həqiqi xoşbəxtlik çox pula sahib olmaq da deyil də. Allahı tanımaqdır, ona iman etməkdir, ona itaat etməkdir və qəlbin Allah Teala'nın verdiklərinə razı olmasıdır. Dünya sənə hər şey versə, amma qəlbində rahatlıq yoxdursa, sən həqiqətən xoşbəxt deyilsən.